Salam, hörmətli tamaşaçılar, əziz tələbəskarları. Zirvə və İdman klubundan reportajı sizə təqdim edirik. Yeniyetmələr arasında Azərbaycan birinciliyi yarışlar 2 yaş qrupunda keçirilir. İdmançılar 15 və 17 yaşa qədər yaş qrupunda qələbə uğrunda mübarizə aparırlar və əvvəlcə səhniyə çəksi 38 kiloqrama qədər olan idmançılar dəvət olunurlar. Qeyd edim ki, bu yarışda 14 idmançı qələbə uğrunda mübarizə aparır. Onlardan 9-u Zirvə İdman klubunu təmsil edir. Uşaq Gənclər İdman Məktəbi, habelə Ordu Mərkəzi İdman klubu və Təhsil İdman Mərkəzi komandalarının hər biri isə 2 idmançı ilə yarışda iştirak edir. Və qeyd edim ki, bu turnirdə mükafata əsas namizədlər də ilə Zirvə klubunun atletləri sayılırlar. İndi təkanla yarışlar keçirilir. Elgün Cabbarov yarış meydanına dəvət olunur və bu artıq onun 3-cü yanaşmasıdır. Təkanla turnirdə o indi öz çıxışını başa vurmalıdır. Qeyd edim ki, birdən ağırlıq qaldırmada Elgün Cabbarov 38 kiloqram nəticə göstərib və qeyd edim ki, bu da mükafatçılar sırasına çıxmaq üçün kifayət deyil. Hər halda təkanla turnirdə o daha yüksək nəticə göstərməlidir. Qələbəyə əsas namizədlər arasında isə Neftçala idmançısı Kamran Usubovun, habelə Sumqayıtlı Novruz Muxtarlının, eləcə də Lerik idmançısı Fuqan Əliyevin adı çəkilir. İndi Yusif Xanafov yarış meydanına dəvət olunur. O da ikinci yanaşmada 50 kiloqram sifariş verib. Birdən qaldırmada 42 kiloqram nəticə göstərib və hələlik bu nəticə ilə o 3-cü yerdə gedir. İndi 50 kiloqramın da öhdəsindən bacarıqla gəlir və təkanlı yarışlarda onun hələ daha bir cəlbi qalmaqdadır. O 52 kiloqram sifariş verir və əgər bu nəticəni göstərə bilsə, ümumi hesabda 94 kiloqram, lakin mütəxəssislərin rəylərinə görə 38 kiloqram çəki dərəcəsində mükafatçılar sırasına çıxmaq üçün ən azı 95-96 kiloqram nəticə göstərmək lazımdır. Başqa sözlə, qalib gəlmək üçün isə 100 kiloqram həddini keçmək tələb olunur. Cavid Heydərov yarış meydanına çıxır. Bu idmançı ilk cəhdində 50 kiloqramın öhdəsindən gələ bilib və qeyd edim ki, Cavid Heydərov da Neftçala rayonunu təmsil edir, Zirvə klubunun yetirməsidir və bu cəhdi də uğurlu alınır. İdmançı ikinci cəhdində 51 kiloqramın öhdəsindən gəlib, adətən 38 kiloqram çəki dərəcəsində çıxış edən idmançılar arasında ayrı-ayrı cəhdlərdə sifariş verilən çəkilər arasında da fərq o qədər böyük olmur. Yəni, bu idmançılar hələ ki, ağır atletika yarışlarında ilk addımlarını atırlar. Çoxları ilk dəfədir ki, ümumiyyətlə, Respublika miqyasında turnirdə iştirak edir. Odur ki, bu onların böyük idman aləminə açılan bir pəncərəsi, qapısı kimi də qəbul oluna bilər və təbii ki, indi burada yüksək nəticələr bəlkə də heç qeydə alınmasın, amma bu heç o qədər vacib də deyil. Ən başlıca olan odur ki, idmançılar yarış təcrübəsi toplasınlar və sonraki turnirlərdə artıq onların daha böyük qələbələri də olacaq nailiyyətlərdən. 38 kiloqram çəki dərəcəsində təkanlı yarışlarda tədricən sona yaxınlaşmaqdadır. İndi Sarxan Məmmədov 52 kiloqram sifariş verib və bu çəkinin öhdəsindən gəlməyə hazırlaşır. Birdən qaldırmada o 38 kiloqram nəticə göstərir. Doğrudur, birdən qaldırmada bu o qədər də yüksək nəticə sayılmır.
Qeyd edim ki, birdən qaldırma yarışlarında 2 atlet Ordu Mərkəzi İdman Klubunun yetirməsi Salih Alxazov və Neftçala idmançısı Kamran Usubov eyni nəticəyi göstəriblər. 47 kiloqram və onların hər ikisi birinci, ikinci yerləri bölüşdürür. Sərxan Məmmədov isə 3-cü cəhdi uğursuz oldu və o çox güman ki, mükafatçılar sırasına çıxar bilməyəcək. Belə ki, 88 kiloqram nəticə kifayət deyil. Kamran Usubov və Salih Alxazov dediyim kimi birdən qaldırmada 47 kiloqram nəticə göstəriblər və təbii ki, onlar indi daha ağır şəkillər sifariş veriblər. Yusif Xanafov 3-cü cəhdinə dəvət olunur. 52 kiloqram sifariş verib. Hələlik o birdən qaldırmada 42 kiloqram nəticə ilə 3-cü yerdədir və əgər indi 52 kiloqramın öhdəsindən gələ bilsə, bəlkə də ilk 5-liyə daxil ola bilər. Amma cəhdi uğursuz oldu. Beləliklə o yarışı 92 kiloqramla başa vurdu. ...92 kiloqram nəticə isə Yusif Xanafova ümumi hesabda yalnız ilk 6 idmançı sırasına çıxmağa imkan verə bilər. Qələbə uğrunda əsas mübarizə isə Kamran Usubov, Novruz Muxtarlı və Fuqan Əliyev arasında gedir. Neftçala idmançısı 3-cü cəhdində 52 kiloqramın öhdəsindən gəlir. İndi isə Təhsil komandasının yetirməsi Cəbrayıl Abuzərli yarış meydanına dəvət olunur. 53 kiloqram sifariş verib 3-cü, sonuncu cəhdi. Qeyd edim ki, bu idmançı da birdən qaldırmada 41 kiloqram nəticə ilə 4-cü, 6-cı yerləri bölüşdürür. Amma təkanla turnirdə doğrudur. 53 kiloqramın öhdəsindən gəlsə də hakimlər bu cəhdi hesaba almadılar. Belə ki, idmançı ştanqı qaldırarkən qolunu dirsəkdən bükmüşdü. Fuqan Əliyev yarışın liderlərindən biri sayılır. Lerik komandasının üzvüdür, zirvə klubunun yetirməsidir. Birdən qaldırmada 41 kiloqram nəticə göstərib. İndi isə yarışı 52 kiloqramla davam etdirir. Və hələlik Fuqan Əliyev yarışın liderləri sırasındadır. Ümumi hesabda 95 kiloqram. Novruz Muxtarlı, o da liderlər qrupunda yer tutur. Birdən qaldırmada 44 kiloqram nəticə və hələlik ümumi hesabda 3-cü yer. İndi isə 54 kiloqram sifariş verib və bu çəkinin öhdəsindən gələrək ümumi hesabda 98 kiloqramla və hələlik birinci yerə çıxır. Lakin nəzərə almaq lazım ki, Kamran Usubov yalnız indi yarış meydanına dəvət olunur. Onun birinci cəhdidir. 55 kiloqram sifariş verib. Doğrudur, əgər bu çəkinin öhdəsindən gəlsə, yenə də Novruz Muxtarlıya çata bilməyəcək, amma nəzərə almaq lazımdır ki, Kamran Usubovun hələ qarşıda 2 cəhdi də olmalıdır. Lakin gəlin əvvəlcə idmançının birinci yanaşmasına diqqət yetirək. Beləliklə 55 kiloqram, daha doğrusu idmançı ümumi hesabda 55 kiloqramın öhdəsindən gəlir və onun hələ daha 2 cəhdi də var. Kamran Usubov indi bir qədər gözləməyə məcburdur. Çünki onun rəqibləri nisbətən yüngül şəkillər sifariş veriblər. 56 kiloqram. Mən diqqət yetirirəm. Kamran Usubov ümumi hesabda 102 kiloqram nəticə ilə birinci yerə çıxır. Birinci yerə çıxır. O Novruz Muxtarlını ötüb keçir. Novruz Muxtarlı hələlik 98 kiloqramla ikinci yerdədir. Yenidən Novruz Muxtarlı yarış meydanına dəvət olunur. 56 kiloqram sifariş verib. Kamran Usubov isə hələ bir qədər də gözləməlidir. Belə ki, o ikinci cəhdində 57 kiloqram sifariş verib. Novruz Muxtarlı bu çəkinin öhdəsindən gəlir və ümumi hesabda 100 kiloqramla yarışı başa vurur. Hələlik o
ikinci yerdədir. Kamran Usubov ikinci cəhdinə dəvət olunur. 57 kiloqram qeyd edim ki, bu idmançı zirvə klubunun çempionatında birdən qaldırmada 44, təkanla yarışlarda isə 56 kiloqram nəticə göstərmişdi. İndi isə birdən qaldırmada nəticə 1 kiloqram yaxşılaşdırılıb, təkanla turnirdə də eyni nəticə göstərmək olar. Kamran Usubov bu cəhdini də uğurla başa vururdu. Odur, idmançı ikinci cəhdində müəyyən qədər çətinlik çəkir, amma axıra qədər mübarizə aparır və indi üçüncü cəhdinə dəvət olunur. 60 kiloqram sipariş verib və qeyd edim ki, artıq o birinci yeri özünə təmin edib. Ümumi hesabda 104 kiloqram. Amma indi təbii ki, idmançı öz şəxsi nəticəsini bir qədər də yaxşılaşdırmağa çalışır. 60 kiloqram nöqtəsindən gəlmək üçün əlbəttə yeniyetmə olsa da, hər halda idmançının müəyyən fiziki qüvvəsi, gücü olmalıdır və Kamran Usubov öz şəxsi nəticəsini 4 kiloqram yaxşılaşdırır. Beləliklə, o 107 kiloqramla ümumi hesabda birinci yeri tutdu. İndi qaliblərə, yarışda fərqlənənlərə medal, diplom və kubok təqdim olunur. Üçüncü yeri lirik idmançısı Fuqan Əliyev tutdu. Birdən qaldırmada 41, təkanla yarışda 56 kiloqram. İkinci yeri isə Sumqayıt idmançısı Novruz Muxtarlı tutdu. Müvafiq olaraq 44 və 56 kiloqram, ümumi hesabda 100 kiloqram. Fərqli kursun ən yüksək pilləsini isə Neftçala idmançısı zirvə klubunun yetirməsi Kamran Usubov dəvət olunur. Birdən qaldırmada 47, təkanla yarışda isə 60 kiloqram, ümumi hesabda 107 kiloqram. Və bir daha xatırladım ki, idmançı zirvə klubunun çempionatında 100 kiloqram nəticə göstərmişdi. İndi isə Azərbaycan birinciliyində nəticəni xeyli yaxşılaşdırır. Hər halda cəmi 5-6 ay ərzində yeni bir nəticə, özü də 7 kiloqram əlavə çəkir. Əlbəttə, yeniyetmə idmançı üçün çox böyük uğur sayıla bilər. İndi isə 42 kiloqram çəki dərəcəsində yarışan idmançılar meydana dəvət olunurlar. Bu çəki dərəcəsində 8 idmançı qələbə uğrunda mübarizə aparır. Ümumiyyətlə, yarışlarda 2 yaş qrupunda 160-a qədər idmançı iştirak edir. 15 yaşa qədər idmançılar və 17 yaşa qədər atletlərin hər biri 8 çəkidə qələbə uğrunda mübarizə aparır. Qızlar isə ümumi bir dəstə halında Sinclair sistemi üzrə qalibi müəyyənləşdirəcəklər. Bu bir qədər sonra olacaq. 42 kiloqram çəki dərəcəsində dediyim kimi 8 idmançı çıxış edir və bunların da böyük əksəriyyəti zirvə klubunun yetirmələridir. Rahim Mirzəzadə, Elməddin Hüseynov, Əli Hüseynov, Elməddin Zalıyev və İsmail Məmmədov. Bu idmançılar zirvə klubunun yetirmələridir. Digər 2 idmançı Nizami Həsənov və Georgi Qamxaraşvili Uşaq Gənclər İdman Məktəbi komandalarının üzvləridir. Onlar müvafiq olaraq Gəncə və Qax komandalarını təmsil edirlər. Daha bir atlet Rüfət Yaxşıyev isə Azal klubunun üzvüdür. Və bu idmançılar indi növbəti cəhdlərə hazırlaşırlar. İsmail Məmmədov 42 kiloqram sipariş verib, onun birinci cəhdidir. Artıq bəzi idmançılar öz çıxışlarını başa vurublar. Rüfət Yaxşıyev 31, Georgi Qamxaraşvili 32 kiloqram nəticə göstərib. Nizami Həsənov birdən qaldırmada 33 kiloqram ştanqı nöqtəsindən gələ bilib. İndi digər idmançılar da nisbətən ağır çəkilər sipariş verirlər və təbii ki, nəticələr də hər cəhdən cəhdə daha da yaxşılaşdırılmalıdır. Bu turnirdə qələbəyə əsas namizədlər arasında Şamaxı idmançısı Elməddin Hüseynovun, belə Lənkəranlı Rahim Mirzəzadənin, eləcə də Neftçala məktəblisi Elməddin Zalıyevin adı çəkilir. Onlar qələbəyə əsas namizədlər hesab olunurlar. Bu idmançılar hələ bir qədər sonra
yarış meydanına çıxmalıdırlar. Xüsusilə də Elməddin Hüseynov öz rəqibləri arasında daha çox 48 kiloqram çəki sifariş verib. İndi isə Əli Hüseynov ikinci cəhdinə dəvət olunur. 45 kiloqram sifariş verib, birinci cəhdində 43 kiloqram nöqtəsindən gəlib və mütəxəssislərin rəyinə görə bu nəinki qalib gəlmək, heç ümumiyyətlə ilk beşliyə daxil olmaq üçün də kifayət etməyəcək. Təbii ki, idmançılar da bu amili nəzərə alırlar və Əli Hüseynov ikinci cəhdində uğursuzluğa məruz qalsa da onun hələ daha bir yanaşması qalır. Elməddin Zalıyev üçüncü cəhdinə dəvət olunur. 45 kiloqram sifariş verib, ilk iki cəhdində o 43 kiloqram nöqtəsindən gəlib. Birinci cəhdi uğursuz olub, ikinci yanaşmada isə 43 kiloqram nöqtəsindən gəlib, indi 45 kiloqramı da başı üzərinə qaldırır və bu nəticə ilə də birdən qaldırma yarışlarını başa vurur. Rəhim Mirzəzadə 46 kiloqram sifariş verib, qeyd etdiyim kimi bu idmançı mükafatlara namizədlərdən biri sayılır. Ümumiyyətlə Lənkəranda ağır atletikanın zəngin ənənələri var və Respublika çempionatında çıxış edən idmançıların böyük əksəriyyətdə məhz həmin bölgədəndir. Lənkəran atletləri təkcə Respublika yarışlarında deyil, eyni zamanda beynəlxalq turnirlərdə də Azərbaycanı uğurla təmsil edirlər, yüksək nəticələr göstərirlər. Və bunların arasında mən son vaxtlar ilk növbədə Rüstəm İmanzadəni qeyd edə bilərəm. Avropa birinciliyinin qalibi, 3 dəfə Avropa rekordçusu və o da indiki Azərbaycan birinciliyində iştirak edir. Maraqlıdır ki, hələ yeniyetmə ikən o böyüklərin turnirində Azərbaycan çempionatında qalib gəlmişdi və indi yaşı imkan verdiyinə görə yeniyetmələr arasında da öz qüvvəsini sınayır. Biz Rüstəm İmanzadə, eləcə də digər atletlərin Azərbaycan birinciliyində qələbəyə namizəd sayılan Murad Rəsulzadə, Elsəvər Mirzəyev, Elvin Abbasov, qadınlar arasında yarışlarda Gülçin Əlizadə, Kseniya Vişnitskaya, Elnarə Abbasova və digər atletlərin çıxışları haqqında söhbət açacaq. Onların indiki məqamda hazırlıq səviyyəsinə birlikdə bələd olacaq. Çox maraqlı yarışlar gözlənilir. Belə ki, Zirvə İdman Klubunda bu turnirin keçirilməsi üçün son dərəcə əlverişli bir şərait yaranıb. Bunu mütəxəssislər, elə idmançılar özləri də etiraf etdilər. Onlar da bildirdilər ki, bu cür şərait bəzən heç Avropa birinciliyində, dünya birinciliyində də olmur və indiki turniri öz təşkilatı səviyyəsinə görə yalnız Avropa və dünya birincilikləri ilə müqayisə eləmək olar. Belə ki, məşq salonunda hazırlaşan hər bir idmançı üçün ayrıca güşə yaradılıb və burada heç kəsi bir-birinə mane olmadan növbəti çəkiyə hazırlaşa bilər. Avropa və dünya birinciliklərində isə bəzən belə olmur. İdmançı yalnız növbə gözləməli olur. Bəzən 3-4 idmançı bir güşədə müəyyən bir çəkiyə hazırlaşmalı olurlar. Zirvə İdman Klubunda isə dediyim kimi ən müasir standartlara uyğun olan bir şərait yaradılıb və idmançılar üçün də belə bir şəraitdə həm məşq eləmək, həm də yarışlarda çıxış etmək, yüksək nəticələr göstərmək də çox rahatdır. Elməddin Hüseynov 51 kiloqram sifariş verib, birdən qaldırma turnirində artıq yarışın sonluğudur. Bir qədər əvvəl Rahim Mirzəzadə 50 kiloqramın öhdəsindən gələ bildi. İndi isə Elməddin Hüseynov da 51 kiloqramlıq ştanqı başı üzərinə qaldırır. Lakin hakimlər bu çəkini hesaba almırlar. Doğrudur, hakimlərdən ikisi bildirir ki, Elməddin Hüseynov bu nəticəni göstərib, amma bir hakim
bu fikirdə deyildi. Bununla belə münsiflər heyətinin üzvləri də qeyd etdilər ki, Elməddin Hüseynovun qolu dirsəkdən bükülmüşdü. Ona görə də ikinci cəhd hesaba alınmır. İdmançı üçüncü cəhdində 51 kiloqramın öhdəsindən gəlməyə çalışır. Əgər bu çəkini başı üzərinə qaldıra bilsə, birdən qaldırma turnirində birinci yerə çıxacaq və bu dəfə qayda pozuntusu yox idi. Elməddin Hüseynov çox inamlı bir şəkildə çəkinin öhdəsindən gələ bildi və birinci yerə çıxdı. Təkanla yarışlar başlanır. Yenə də Georgi Gamkaraşvili yarış meydanına dəvət olunur. Çəkinin öhdəsindən gəlir, amma idmançının birdən qaldırma turnirində göstərdiyi nəticələr zəif olduğuna görə o çətin ki, ilk beşliyə daxil ola bilsin. Nizami Həsənov 40 kiloqram sifariş verir. Georgi Gamkaraşvili isə ümumi hesabda 68 kiloqram nəticə ilə yarışı başa vurur və 68 kiloqramla o dediyim kimi çətin ki, ilk beşliyə daxil olsun. Nizami Həsənov birdən qaldırma turnirində 33 kiloqram nəticə göstərmişdi. İndi 40 kiloqramın da öhdəsindən gəlir və təkanla yarışlara demək olar ki, uğurla başlayır. 40 kiloqramın öhdəsindən gəlib Rüfət Yaxşıyev. Azal klubunun yetirməsi birdən qaldırma turnirində 31 kiloqram nəticə göstərib. İndi isə 40 kiloqram sifariş verib, lakin özü də hiss etdi ki, bu çəkinin öhdəsindən gələ bilməyəcək və ona görə də dərhal fikrindən daşınır və geri qayıdır. Beləliklə, o da ümumi hesabda 69 kiloqram nəticə ilə Gamkaraşvilini keçir və hələlik bu idmançılar şərti olaraq birinci, ikinci yerdədirlər. Digər idmançıların isə əlbəttə hələ qarşıda 2-3 yanaşması olacaq və onların göstərdiyi nəticələr də yarış cədvəlində atletlərin mövqeylərinə də müəyyən təsir göstərəcək. Odur ki, indi nəticələri gözləmək lazımdır. Həsənov Nizami 42 kiloqram sifariş olunur. Yenə də Nizami Həsənov yarış meydanına qayıdır. Onun ikinci cəhdidir. Bu çəkinin öhdəsindən gələ bilsə, ümumi hesabda 75 kiloqramla birinci yerə çıxacaq. Həm Rüfət Yaxşıyevi, həm də Georgi Gamkaraşvilini qabaqlayacaq. Lakin nəzərə almaq lazımdır ki, hələ Rəhim Mirzəzadə, Elməddin Hüseynov, İsmail Məmmədov, Elməddin Zaliyev və digər idmançılar yarış meydanına çıxmayıblar. Nizami Həsənovun verdiyi sifariş 44 kiloqram çəki nisbətən yüngül olduğuna görə o yenə də yarış meydanına qayıtmalı olur. Belə ki, növbəti çəkidə mən artıq diqqət yetirirəm. Bəli, 50 kiloqram sifariş olunub. Bu da o deməkdir ki, bir qədər sonra İsmail Məmmədov yarış meydanına çıxmalı olacaq. Nizami Həsənov isə indi Azərbaycan birinciliyində öz çıxışını başa vurur. Üçüncü yanaşması uğursuz oldu. Beləliklə idmançı təkanla turnirdə 42 kiloqram nəticə göstərdi və bu da ümumi hesabda 75 kiloqram deməkdir. Artıq 3 atlet öz çıxışını başa vurub. Nizami Həsənov 75 kiloqramla birinci, Rüfət Yaxşıyev 69 kiloqramla ikinci yerdədir. Georgi Gamkaraşvili isə 68 kiloqramla üçüncü pillədədir. Əli Hüseynov birinci cəhdinə dəvət olunur. 53 kiloqram sifariş verib. Bir qədər əvvəl İsmail Məmmədov 50 kiloqramın öhdəsindən gəldi və bu da o deməkdir ki, artıq İsmail Məmmədov birinci yerə çıxıb. Öz çıxışını başa vuran idmançılar isə müvafiq olaraq bir pillə geriləyirlər və qeyd edim ki, bu dəyişikliklər hələ tez-tez olacaq. Belə ki, digər idmançılar yarış meydanına təkanla turnirə çıxmayıblar. Əli Hüseynov 53 kiloqram öhdəsindən gələ bilmədi və ikinci cəhdinə dəvət olunur. Çəki dəyişmir.
Və nəhayət indi 53 kiloqram öhdəsindən gəlir və Əli Hüseynov hələlik bu nəticələrlə 99 kiloqram ümumi hesabda belə bir nəticə göstərir və bu da hələlik yarışda ən yaxşı nəticələrdən biridir. İdmançılar növbə ilə bir yarış meydanına çıxır və təbii ki, yeni sifarişlər verilir, çəki artır. Rəhim Mirzəzadə 55 kiloqram sifariş verib. Lənkəran idmançısı birdən qaldırmada 50 kiloqram nəticə göstərib. Halbuki o sonuncu yarışda zirvə klubunun çempionatında 47 kiloqram nəticə göstərmişdi və indi də 55 kiloqramın öhdəsindən gəldi. Doğrudur, Rəhim Mirzəzadə zirvə klubunun çempionatında daha yüksək nəticə göstərmişdi. 57 kiloqram. Odur ki, indi idmançının qarşıdakı iki cəhdində də bu nəticənin bir qədər də yaxşılaşdıracağını gözləmək olar. Hələ ki, ümumi hesabda Rəhim Mirzəzadə 105 kiloqramla birinci yerdədir. Yenidən Rəhim Mirzəzadə yarış meydanına dəvət olunur. 57 kiloqram sifariş verib. Əli Hüseynov isə öz çıxışını başa vurdu. Ümumi hesabda 99 kiloqram. O üçüncü yanaşmada 56 kiloqramın öhdəsindən gələ bilmədi. Rəhim Mirzəzadə 57 kiloqram. Qeyd edim ki, bu çəkini idmançı zirvə klubunun çempionatında başı üzərinə qaldıra bilmişdi və yenə də məqsədinə nail olur. Ümumi hesabda 107 kiloqram. Heç də pis nəticə deyil və bu nəticə ilə Rəhim Mirzəzadə mükafatçılar sırasına çıxa bilər. Mükafatçılar sırasında yer tuta bilər. İndi 58 kiloqram sifariş verilib. Elməddin Zalıyev, habelə Elməddin Hüseynov və Rəhim Mirzəzadə qızıl medal uğrunda mübarizəni davam etdirirlər. Yenə də Rəhim Mirzəzadə yarış meydanına dəvət olunur. 58 kiloqram sifariş verib və Elməddin Zalıyev 58 kiloqramın öhdəsindən gələrək hələlik 103 kiloqramla özünə əsas rəqibindən Rəhim Mirzəzadədən 4 kiloqram geri qalır. İndi isə Lənkəran idmançısı bir qədər göstərdiyi nəticəyə daha 1 kiloqram əlavə edə bilər, amma bu çəkinin öhdəsindən gələ bilmədi və yarışı başa vurdu. Ümumi hesabda 107 kiloqram və bu nəticə ilə Rəhim Mirzəzadə ən azı gümüş mükafatı özünə təmin edib. İsmail Məmmədov isə olsa 4-cü yaxud 5-ci yeri tuta bilər. Bunun üçün əlbəttə idmançı nisbətən yüksək çəkilər sifariş verməlidir. Maraqlıdır ki, birinci cəhdində 50 kiloqramın öhdəsindən gəldiyi halda ikinci cəhdində 59 kiloqram sifariş vermişdi. Birdən-birə 9 kiloqram əlavə etmişdi, amma açıq-aşkar görünür ki, hələlik idmançı belə bir fərqin öhdəsindən gəlməyə hazır deyil. 60 kiloqram sifariş verilib. Elməddin Zalıyev üçüncü cəhdində bu çəkinin öhdəsindən gəlməyə çalışır. Əgər bu çəkinin öhdəsindən gəlsəydi belə, yenə də Rəhim Mirzəzadəyə çata bilməyəcəkdi və yarışı 103 kiloqramla başa vurdu. Turnirin münsiflər heyətini ekranlarınızda gördünüz. Rizvan Rəsulov, Xanlar Nəbiyev və Cəbrayıl Cəbrayılov. Qeyd edim ki, idmançıların bu yarışda hər hansı bir nəticəni göstərmədiyi haqqında qərarı da məhz münsiflər heyətinin üzvləri verirlər. Əgər onlar referilərin qərarı ilə razıdırlarsa, bu nəticə qeydə alınır. Razı deyirlərsə, təbii ki, bu çəkidə sayılmır və indi Elməddin Hüseynov 65 kiloqramın öhdəsindən gəlir və ümumi hesabda 111 kiloqramla birinci yerə çıxır. Elməddin Hüseynov
sonuncu çempionatda zirvə klubunun yarışında 114 kiloqram nəticə göstərmişdi. Müvafiq olaraq 48 və 66. İndi isə birdən qaldırmada 51 kiloqram nəticə göstərilib. Başqa sözlə nəticə 3 kiloqram yaxşılaşdırılıb. Təkanla turnirdə 65 kiloqram. Bu əlbəttə kifayət deyil. İdmançının şəxsi nəticəsini yaxşılaşdırmaq üçün daha 2 kiloqram tələb olunur. Amma Elməddin Hüseynov bu nəticəni birdən-birə 4 kiloqram yaxşılaşdırır və 70 kiloqramın öhdəsindən gəlir. İndi isə 3-cü cəhdində 72 kiloqram sifariş verir. Bəli, bu artıq Azərbaycan birinciliyinin qalibidir. Bununla belə Elməddin Hüseynov əlbəttə yarışı nisbətən yüksək nəticə ilə başa vurmaq niyyətindədir. Bir daha xatırladım ki, Elməddin Hüseynov zirvə klubunun yetirməsidir, Şamaxı atletidir. Ümumiyyətlə zirvə klubunun respublikamızda çox geniş şəbəkəsi yaradılıb, ayrı-ayrı görmələrdə yüzlərlə idmançı məşq edir və onların ən bacarıqları, ən istedadlıları da Azərbaycan birinciliyində çıxış etmək yolu qazanırlar. Budur, bu mükafatlar indi 42 kiloqram çəki dərəcəsində fərqlənən idmançılara təqdim olunur. Münsiflər heyətinin üzvü beynəlxalq dərəcəli hakim Rizvan Rəsulov bürünc medalı Neftçala idmançısı Elməddin Zalı ilə təqdim edir. Fəxri kürsünün ikinci pilləsini isə Rəhim Mirzəzadə dəvət olunur. Lənkəran idmançısına gümüş medal təqdim olunur. Azərbaycan ağır atletika idman növünün veteranlarından biri Cəbrayıl Cəbrayılov mükafatı təqdim etdi. İndi isə Elməddin Hüseynov fəxri kürsünün birinci pilləsinə dəvət olunur. Beynəlxalq dərəcəli hakim Məmməd Məmmədov qızıl medalı təqdim edir və beləliklə də 42 kiloqram çəki dərəcəsində yarışlara yekun vurulur. Lakin hələ mükafatlar çoxdur. İndi növbəti çəki dərəcəsində daha bir medal dəsti uğrunda mübarizə başlanacaq. Ziyad Hacıyev 48 kiloqram sifariş verib, 46 kiloqram çəki dərəcəsində ümumiyyətlə 18 idmançı qələbə uğrunda mübarizə aparır və bunların bir qrupu artıq birdən qaldırma yarışlarında öz çıxışlarını başa vurublar və qeyd edim ki, biz qələbəyə əsas namizədlər haqqında söhbət açacağıq və bunların arasında Elsevər Mirzəyev, Murad Rəsulzadə, habelə Cahangir Talıbov, Elvin Abbasov və başqalarını göstərmək olar. İndi bu idmançılar növbə ilə yarış meydanına dəvət olunurlar. Hələlik birdən qaldırma turniri keçirilir. 48 kiloqram sifariş olunub. Cahangir Talıbov, Abşeron idmançısı zirvə klubunun yetirməsi birinci cəhdinə dəvət olunur və qeyd edim ki, 46 kiloqram çəki dərəcəsində yarışan idmançılar zirvə klubu ilə birlikdə eyni zamanda Uşaq Gənclər İdman Məktəbini, Qax komandasını, Gəncənin Təhsil İdman Mərkəzini, Lənkəran şəhərinin eyni adlı komandasını və Qazax, Qobustan komandalarını təmsil edirlər. Bir sözlə burada Azərbaycanın ən müxtəlif bölgələrinin nümayəndələrini görmək olar. Abşeron, Lənkəra, Neftçala, Sumqayıt, Qazax, Qobustan, Şamaxı, Yerik, Gəncə, Bakı, Qax. Bu idmançılar 46 kiloqram çəki dərəcəsində qalibi müəyyənləşdirməlidirlər. Gördüyünüz kimi ağır atletikanın respublikamızda əhatə dairəsi xeyli genişlənib və mən xatırlayıram ki, vaxt var idi Azərbaycan çempionatında iştirak eləmək üçün kifayət qədər idmançı da tapılmırdı və onların hamısı bir dəstə halında Sinclair sistemi üzrə qalibi müəyyənləşdirməli olurdular. 30-40 idmançı qələbə uğrunda mübarizə aparırdı. Amma indi artıq mütəxəssislər də bildirirlər ki, Azərbaycan birinciliyində, Azərbaycan çempionatında yarışları keçirmək üçün çox güman ki, artıq yaxın gələcəkdə zona yarışlarında keçirmək lazım gələcək. Belə ki, bir turnirdə iştirak edənlərin sayı bəzən 200, 300, hətta 400-ə çatır. Əlbəttə, belə kütləvi yarışı keçirmək də heç də asan məsələ deyil. Ona görə də belə bir təklif də irəli sürülüb ki, yaxın gələcəkdə artıq zona yarışlarını keçirərək
Azərbaycan çempionatının, Azərbaycan birinciliklərinin finalında ən layiqlərin, ən güclülərin yarışını keçirmək mümkün olsun. 46 kilogram çəki dərəcəsində hələ ki birdən qaldırma yarışları davam edir. Və turnirin ən güclü idmançıları hələ ki yarış meydanına çıxmayıblar. Yenidən Ziyad Hacıyev meydana dəvət olunur. 51 kilogram sifariş verib. Birinci cəhdində 48 kilogram nöqtəsindən gəlmişdi. Qeyd edim ki, 51 kilogram əlbəttə idmançı üçün heç də pis deyil. Lakin nəzərə almaq lazımdır ki, onun əsas rəqibləri nisbətən ağır 55, hətta 56 kilogram çəki sifariş veriblər. Ona görə də onlar bir qədər gözləməlidirlər. Feyyaz Əliyev 52 kilogram sifariş verib. Birinci cəhdində 48 kilogram nöqtəsindən gələ bilməyib. Doğrudur. Ştanqı başı üzərinə qaldırmışdı, lakin qaydanı pozmuşdu. Burada da əsas qayda pozuntusu nədən ibarətdir? İdmançı ştanqı qaldırarkən bəzən qolunu dirsəkdən bükür, yaxud onun dizi yeri dəyir. Bir sözlə, ağır atletika yarışlarının da özünə məxsus qaydaları var və bu qaydalara da riayət etmək lazımdır. 52 kilogram nöqtəsindən Feyyaz Əliyev 52 kilogram sifariş verib. 48 kilogram nöqtəsindən gələ bilmədi. Birinci cəhdi uğursuz oldu. Uğursuz yanaşma. Başı təhsil. Yenidə 51 kilogram Cahangir Talıbov yarış meydanına dəvət olunur. Cahangir Talıbov 51 kilogram sifariş verib. İkinci cəhdində o 48 kilogramı başı üzərinə qaldıra bilib. Qeyd edim ki, bu idmançı da mükafatçılar sırasına çıxmaq üçün əsas namizədlərdən biri hesab olunur və indi çəki nöqtəsindən gəlir. Abşeron idmançısı. Birdən qaldırma yarışını 51 kilogramla başa vurur. Hələlik ki, bu birdən qaldırma yarışlarında ən yaxşı nəticələrdən biridir. Dediyim kimi, bəzi idmançılar artıq birdən qaldırma yarışlarını başa vurublar. Məsələn, Neftçi İdman Sağlamlıq Mərkəzinin yetirməsi Yunis Həsənov 34, Qazax idmançısı Uşaq Gənclər İdman Məktəbinin atleti Fədail Nadirov 45 kilogram nəticə göstərib. Onun komanda yoldaşı Tağı Rəhimov turnirin birinci hissəsini 43 kilogram nəticə ilə yekunlaşdırıb. Bir sözlə, bütün bunlar mükafatçılar sırasına çıxmaq üçün kifayət sayılmır. Fərid Əliyev 51 kilogram sifariş verib, onun ikinci cəhdidir. İdmançı birinci cəhdində 48 kilogram nöqtəsindən gəlib və 46 kilogram çəki dərəcəsində ümumiyyətlə mütəxəssislərin ehtimallarına görə idmançıların göstərə biləcəyi ən yaxşı nəticələr 57, bəlkə də 60 kilogram ola bilər, amma bu çəkilər, dediyim kimi, sifariş verilsə də onları sifariş verən idmançılar hələ gözləməlidirlər. Əhməd Məmmədli 51 kilogram sifariş verib, birinci cəhdində, o da 48 kilogram nöqtəsindən gəlib, amma ikinci cəhdi uğursuz oldu və idmançı hər halda bir qədər gözləməli olacaq. Təkanla yarışlarda o daha yüksək nəticələr göstərməlidir ki, mükafatçılar sırasına da çıxa bilsin. İndi isə Elsevər Mirzəyev, Lerik idmançısı 55 kilogram sifariş verib. Qeyd edim ki,
birinci cəhd uğursuz olub. Elsəvər Mirzəyev Zirvə klubunun çempionatında birdən qaldırmada 52 kiloqram nəticə göstərmişdi. Amma indi nəticəni bir qədər də yaxşılaşdırır və bu da təbiidir. Çünki idmançılar da inkişaf edirlər, onların da hazırlıq səviyyələri yüksəlir. Məşqçilər onları mötəbər turnirlərə hazırlayırlar və bu idmançılar arasında ən layiqlilər, ən perspektivlilər Azərbaycanı Avropa və dünya birinciliklərində təmsil etməlidirlər. Bu il Çin Xalq Respublikasında yeniyetmələrin ikinci olimpiya oyunları keçiriləcək və bəlkə də indi biz Azərbaycan birinciliyində həmin yarışa namizədlərin bir neçəsini artıq görürük və bu idmançılar təbii ki Avropa birinciliyində, mötəbər beynəlxalq yarışlarda sınaqdan çıxmalıdırlar və yalnız bundan sonra artıq milli komandası, daha doğrusu seçmə komandanın, yeniyetmələr arasında seçmə komandanın heyətinə cəlb olunacaqlar və kim bilir, bəlkə onlardan da Çin Xalq Respublikasına keçirilən yeniyetmələrin olimpiyadasında da müəyyən bir nəticə, müəyyən bir nailiyyət görəcəyik. Murad Rəsulzadə 3-cü cəhd 57 kiloqram sifariş verib və birinci cəhdində 50 kiloqramın öhdəsindən gəlib, ikinci cəhdi uğursuz olub, 57 kiloqramı başı üzərinə qaldıra bilməyib və indi 57 kiloqramlıq ştanqı başı üzərinə qaldırmaq üçün yenidən yarış meydanına dəvət olunur. Qeyd edim ki, hələ Elsəvər Mirzəyevin daha bir cəhdi qalır. Belə ki, idmançı 60 kiloqram sifariş verib. Murad Rəsulzadə isə 57 kiloqramın öhdəsindən gəlir və hələlik birdən ağırlıq qaldırma yarışlarında bu ən yaxşı nəticədir. Elsəvər Mirzəyev yarış meydanına dəvət olunur. İlk iki cəhdində o 55 kiloqramın öhdəsindən gəlib. İndi isə 60 kiloqram sifariş verir. Lerik idmançısı Zirvə klubunun yetirməsi öz həm klubları ilə indi mübarizəni davam etdirir. Elsəvər Mirzəyev ilə birlikdə Lənkəranlı Murad Rəsulzadə və Samux idmançısı Elvin Abbasov, habelə Abşeron komandasının üzvü Cahangir Talıbov. Hələlik bu idmançılar birdən ağırlıq qaldırmada daha yaxşı nəticələr göstərirlər və təkanla turnirdə təbii ki nisbətən ağır çəklər sifarişi verməklə öz mövqelərini qoruyub saxlamağa çalışacaqlar. Murad Qiyasov birdən ağırlıq qaldırmada hələlik 5-ci, 7-ci yerləri bölüşdürür. 51 kiloqram nəticə göstərib, amma təkanla turnirdə sayılır. 60 kiloqramı başı üzərinə qaldırır. Bununla belə ümumi hesabda 111 kiloqram. Bəlkə də bu nəticə idmançıya ilk 5-liyə daxil olmağa imkan versin. Ziyad Hacıyev uğursuz yanaşma və idmançı yarış meydanını tərk edir. 60 kiloqramın öhdəsindən gələ bilmədi. Bununla belə Ziyad Hacıyevin hələ daha bir yanaşması qalır. O üçüncü cəhdinə dəvət olunur. Yenə də 60 kiloqram və üçüncü cəhdində Ziyad Hacıyev əgər bu nəticəni göstərə bilsə belə yenə də kifayət deyil. Belə ki, birdən qaldırma turnirində o 48 kiloqram nəticə göstərib və ümumi hesabda 108 ola bilər. Münsiflər heyətinin üzvləri Ziyad Hacıyevin
ikinci cəhdini uğurlu sayılır və 60 kiloqramın öhdəsindən gəlir. Beləliklə Ziyad Hacıyev ümumi hesabda 103 kiloqramla yarışı başa vurur. Amma qeyd edim ki, digər idmançılar təbii ki, bundan da yüksək nəticələr göstərə bilərlər. Odur ki, hər bir idmançı öz rəqibinin də çıxışını gözləməlidir. Ziyad Hacıyevin 3-cü cəhdində 61 kiloqram sifariş olunub, amma bu çəkin öhdəsindən gəlmək onun üçün o qədər də asan deyil. İdmançı uzun müddət gözləyir və ştangı başı üzərinə qaldıra bilsə də dizlərində taqət bu çəkini başı üzərinə qaldırmağa kifayət etmədi və Ziyad Hacıyev təkanla yarışı da 60 kiloqramla başa vurdu. Ümumi hesabda 108 kiloqram. ...46 kiloqram çəki dərəcəsində də tədricən nəticələr yaxşılaşdırılır və indi Kənan Heydərzadə ilk cəhdinə dəvət olunur. 62 kiloqram sifariş verib. Kənan Heydərzadə Gəncə şəhərinin nümayəndəsidir, təhsil idman mərkəzinin yetirməsidir. Onun birinci cəhdi hesaba alınmır. İdmançı özdə heyrətlə hakimlərə baxır, harda səhvə yol verib, lakin referi və yarışı idarə edən hakimlər bildirirlər ki, onun qolu dirsəkdən bükülmüşdür və idmançı ikinci cəhdində də eyni çəkini sifariş verir 62 kiloqramın öhdəsindən. Bu dəfə bacarıqla gəlir, doğrudur, müəyyən çətinlik çəki yenə də hiss olunur. Lakin çəki hesaba alınır və Kənan Heydərzadə 3-cü cəhdində artıq 68 kiloqram sifariş verir. Ona görə də bir qədər gözləməlidir. Cahangir Talıbov 64 kiloqram sifariş verib. Birinci hərəkətdə yarışı 51 kiloqramla başa vurmuşdu. Hələlik 5-ci, 7-ci yerləri bölüşdürür. Lakin məşqçilər bildirirlər ki, bu bəstəboy idmançı ümumiyyətlə təkanla yarışlarda daha yüksək nəticələr göstərir. Bəstəboy, yəni ki, bu ifadəyə diqqət edirsiniz. Yəni, idmançının boyunun bəstə olması heç də onun məşğul olduğu idman növü ilə əlaqədar deyil. Mütəxəssislər ilk növdə bu amilə diqqət yetirməyi xahiş edirlər. Bəzən idman həvəskarları arasında belə bir yanlış təsəvvür yaranır ki, ağır atletika idmançının və ümumiyyətlə bu idmanla məşğul olan hər bir kəsin boyunun artmasına mənfi təsir göstərir. Əsla belə deyil. Hətta müəyyən tədqiqat da aparılıb, statistik göstəricilər belə deməyə əsas verir ki, ağır atletika idmançının boyunun artmasına qətiyyən təsir göstərmir. Məsələn, belə bir fakta diqqət yetirək. Ağır atletika ilə məşğul olan yeniyetmə və gənclərin onların arasında təxminən 100 idmançı arasında belə bir tədqiqat aparılıb və məlum olub ki, 100 idmançıdan yalnız 96-sı boya görə öz valideynlərini keçə bilməyib. Yəni, burada ağır atletikanın idmançının boyuna təsir göstərmədiyini bir daha təsdiq edir. Odur ki, məşqçi mütəxəssislər də qətiyyətlə bildirirlər ki, valideynlər qətiyyən narahat olmasınlar və öz övladlarını ağır atletika bölmələrinə yazdırsınlar və bu idmanla məşğul olmaq onların övladlarının boyuna heç bir təsir göstərmir. Əksinə, yeniyetmə və gənci sağlam, güclü, bahadır kimi böyüməsinə də imkan verir. Cahangir Talıbov 67 kiloqramın öhdəsindən gəlir və dərhal dönərək qətiyyətlə 70 deyə səslənir. Bu da o demək ki, idmançı 70 kiloqramın da öhdəsindən gəlməyə qadir olduğunu hiss edir və indi hakimlər də bu sifarişi qəbul edirlər. Amma hələlik 68 kiloqram
nəticə göstərmək istəyənlər də var. Odur ki, Cahangir Talıbov bir qədər gözləməlidir. Kənan Heydərzadə 68 kiloqram sifariş verib və o da bir müddət gözləməli olacaq. İndi isə 67 kiloqramlıq ştanqı başı üzərinə qaldırmağa çalışan atletə gəlin diqqət yetirək. Elvin Abbasov Samux rayonunun idmançısı ikinci cəhdində uğursuzluğa məruz qaldı. Birdən qaldırma yarışlarında o 53 kiloqramla hələlik 3-cü yerdədir. Təkanla yarışa da uğurla başladı. 64 kiloqram nöqtəsindən gəldi, amma iki cəhddə 67 kiloqramlıq ştanqı başı üzərinə qaldıra bilmədi və uğursuzluğa məruz qaldı. İndi isə Kənan Heydərzadə meydana çıxır. 68 kiloqram sifariş verib. Ümumi hesabda hələlik bu idmançı 109 kiloqram nəticə göstərir və bu da ilk 5-liyə daxil olmaq üçün bəlkə də kifayət etsin, amma mükafatçı adını qazanmaq üçün Kənan Heydərzadə daha yüksək nəticələr göstərməli idi. Tədricən ştanqın çəkisi artır. Artıq idmançılar 70 kiloqram sifariş verməyə başlayırlar və Elsəvər Mirzəyev, habelə Murad Rəsulzadə və Cahangir Talıbov bu çəkini sifariş veriblər. İndi növbə Murad Rəsulzadənin də. Elsəvər Mirzəyev 70 kiloqram nöqtəsindən gəlir və 75 kiloqram sifariş verir. İndi isə Murad Rəsulzadə də 70 kiloqram nöqtəsindən gəlir və hələlik bu idmançılar birinci, ikinci yerləri bölüşdürürlər. 74'ü dəyiş 70 elə. Elvin Abbasov isə ümumi hesabda 119 kiloqramla öz çıxışını başa vurdu. İndi isə Cahangir Talıbov 70 kiloqram sifariş verib və əgər bu çəkinin öhdəsindən gələ bilsə, o Elvin Abbasovu ötüb keçəcək və ən azı bürüc mükafatı özünə təmin edəcək. İlk iki cəhdində 64 və 67 kiloqram nəticə göstərib, indi isə mükafatçılar sırasına daxil olmağa cəhd edir. Doğrudur, Elsəvər Mirzəyev və Murad Rəsulzadə artıq birinci, ikinci yer uğrunda mübarizə aparacaqlar. İndi isə üçüncü yer uğrunda yarışda demək olar ki, başa çatdı. Cahangir Talıbov 118 kiloqramla ümumi hesabda Elvin Abbasovdan yalnız 1 kiloqram geri qaldı. Və çox güman ki, bu idmançı artıq 4-cü yeri tutacaq. Murad Rəsulzadə 74 kiloqram sifariş verib və nisbətən asanlıqla bu şəkilin öhdəsindən gələ bilir. İşarə edərək bildirir ki, 77 kiloqram sifariş verir. 3-cü cəhdində daha 3 kiloqram əlavə etmək niyyətindədir. Elsəvər Mirzəyev isə 75 kiloqram sifariş verib. Qeyd edim ki, bu idmançı birdən qaldırmada özünün əsas rəqibi Murad Rəsulzadədən 2 kiloqram geri qalmışdır və indi əgər bu çəkin öhdəsindən gələ bilsəydi belə, yenə də ümumi hesabda o 1 kiloqram geri qalacaqdı. Ona görə də bəzən idmançılar hətta riskə yol verirlər. İkinci cəhddə çəkin öhdəsindən gələ bilməsələr də, üçüncü yanaşmada daha bir neçə kiloqram əlavə edirlər ki, artıq hər ehtimala qarşı öz mövqilərini daha da möhkəmləndirsinlər. Amma indi Elsəvər Mirzəyev ilə 75 kiloqramın da öhdəsindən gəlməyə razıdır. Onsuz da idmançı ümumi hesabda ikinci yeri tutacaq. Doğrudur, 75 kiloqramı başı üzərinə qaldırır, amma münsiflər heyətinin üzvləri bildirirlər ki, çəki hesaba alınmır, çünki qayda pozuntusu var idi və indi 77 kiloqram sifariş verilib. Murad Rəsulzadə yarış meydanına çıxır. Elsəvər Mirzəyev isə turniri 125 kiloqramla başa vurdu və bu da ümumi hesabda ikinci yer deməkdir. Murad Rəsulzadə artıq qızıl medalı özünə təmin edib, sadəcə olaraq üçüncü yanaşmada
göstərdiyi nəticəni bir qədər də yaşlaşdırmağa çalışır və məqsədinə də nail olur. Ümumi hesabda 134 kiloqram və birinci yer. Beləliklə artıq yarışlara 46 kiloqram çəki dərəcəsində turnirə yekun vurulur. Turnirin mükafatçıları fəxri kürsüyə dəvət olunur. Üçüncü yer Elvin Abbasov, Samux rayonu, ümumi hesabda 119 kiloqram. İkinci yer Elsəvər Mirzəyev, Lerik rayonu, 125 kiloqram və nəhayət yarışın qalibi Azərbaycan birinciliyinin qızıl medalçısı Murad Rəsulzadə, 134 kiloqram. Ümumi hesabda idmançının göstərdiyi nəticə belə oldu. Yarışın hakimləri arasında bizim qadın idmançılarımız da var. Səbinə Əzimova, Habilə Taranə Abbasova və bu mütəxəssislər də yarışın idarə olunmasına cəlb ediliblər. Vaxtilə onlar da Azərbaycan Respublikasının müxtəlif beynəlxalq turnirlərdə təmsil ediblər. Taranə Abbasovanı ekranlarınızda görürsünüz. İndi isə veteran idmançı kimi yenə də ağır atletika yarışlarında bir hakim funksiyalarını yerinə yetirir. Qadınlar arasında, daha doğrusu yeniyetmə və gənc qızlar arasında yarışlar başlanır. Bu turnirdə 13 idmançı qələbə uğrunda mübarizə aparır və bu yarışlarda da 13 idmançıdan 12'si zirvə klubunun yetirməsidir. Yalnız bir idmançı Kseniya Vişnitskaya Azal klubunun atletidir. Zirvə klubunun yetirmələri arasında isə biz Goranboy, Qazax və Lənkəran idmançılarının mübarizəsini müşahidə edəcəyik. Ümumiyyətlə qızlar arasında ağır atletika idman növü xüsusilə Lənkəran və Qazax rayonlarında böyük maraq doğurur və yeniyetmə qızların da bu idman yarışlarında iştirakı əlbəttə mütəxəssislər də razılıqla qarşılayırlar. Onlar bildirirlər ki, respublikamızın nümayəndələri artıq beynəlxalq miqyaslı yarışlarda da yüksək nailiyyətlər qazanmağa başlayırlar. Elə təkcə Gülçin Əlizadə, habelə Mərziyə Məhərrəmova, Elnarə Abbasova və başqalarının adını qeyd eləmək var. Onlar Avropa birinciliyində mükafata layiq yerlər tutlar və indi Azərbaycan birinciliyində də bu idmançıların iştirakı yarışa marağı xeyli artırır. Birdən ağırlıq qaldırma yarışlarında Lalə Rızazadə bir qədər əvvəl 38 kiloqramın öhdəsindən gələ bildi və yarışın birinci hissəsində bu nəticə ilə başa vurdu. Səbinə Əzimova 40 kiloqramın öhdəsindən gələ bilmədi və ikinci cəhdində hər halda çəkini bir qədər də artırmağı lazım bilir. 42 kiloqram, bəli, idmançı bəlkə də birinci cəhdindəki uğursuzluğun bir təsadüf olduğunu göstərmək fikrindədir. İkinci cəhdində 42 kiloqramın öhdəsindən gəlməyə çalışır. Qeyd edim ki, bu yarışlarda qələbəyə əsas namizədlər arasında Gülçin Əlizadə, Elnarə Abbasova və Azal klubunun yetirməsi Kseniya Vişnitskayanın adı çəkilir. Mütəxəssislərin rəyinə görə qızıl medal uğrunda əsas yarış da məhz bu atletlər arasında olacaq. Lakin onlar nisbətən ağır çəkilər sifariş verdiyinə görə bir qədər gözləməlidirlər. Qeyd edim ki, məsələn, Kseniya Vişnitskaya 81 kiloqram sifariş verib, Gülçin Əlizadə 75 kiloqram, Elnarə Abbasova isə birdən qaldırma yarışlarına 70 kiloqramdan başlamaq niyyətindədir. Səbinə Əzimova isə 3-cü cəhdində başa vurdu, 45 kiloqramın öhdəsindən gələ bilmədi və birdən qaldırma yarışlarını 42 kiloqramla başa vurdu. Humar Məmmədova, Goranboy idmançısı 55 kiloqram sifariş verib, onun birinci cəhdidir. Lakin bu yanaşma uğursuz alındı, çəki dəyişməyib və yenidən Humar Məmmədova səhnəyə dəvət olunur. Qeyd edim ki,
Xumar Məmmədova Azərbaycan birinciliyində fevralın 13-də və 15-i arasında keçirilən yarışlarda turnirə elə bu çəki ilə başlamışdı. Lakin həmin turnirdə uğursuzluğa məruz qalmışdı. 3 cəhdin heç birində 55 kiloqramın öhdəsindən gələ bilməmişdi. İndi isə ikinci cəhdində 55 kiloqramlıq ştanqı başı üzərinə qaldıra bildi. Sonra Məmmədova 57 kiloqram sifariş verib, Qazax idmançısı yarış meydanına çıxır. Azərbaycan çempionatında Şuvalan qəsəbəsində Ağır Atletika Akademiyasında keçirilən yarışlarda Sona Məmmədova birdən qaldırma yarışlarını 55 kiloqramla başa vurmuşdu. İndi isə 57 kiloqramın öhdəsindən gəlir və nəticəni 2 kiloqram yaxşılaşdırır. Günel Əlizadə 58 kiloqram. Və bu da yeni nəticə. Günel Əlizadə Azərbaycan çempionatında 55 kiloqram nəticə göstərmişdi. İndi isə daha 3 kiloqram əlavə etdi və nəticəni yaxşılaşdıra bildi. Yenə də Sona Məmmədova yarış meydanına çıxır. Artıq ştanqın çəkisi artmağa başlayır. 60 kiloqram. Sona Məmmədovanın ikinci cəhdi uğursuz oldu. Bununla belə çəki dəyişməyib. Ştanqın çəkisi yenə də eynidir, 60 kiloqram və Xumar Məmmədova üçüncü cəhdinə dəvət olunur. Bir daha xatırladım ki, qadınlar və qızlar arasında yarışlar ümumiyyətlə Azərbaycan birinciliyində Sinclair sistemi üzrə keçirilir. Belə ki, bu çəki dərəcə, bu yarışlarda, yəni qadınların, qızların iştirakı ilə keçirilən turnirdə hər bir çəki dərəcəsində iştirakçıların sayı kifayət qədər olmadığına görə onları ümumi bir şəkildə yarış meydanına dəvət etmək lazım gəlir və buna görə də Sinclair sistemi üzrə qaydalar əsas götürülür. Sinclair sistemi üzrə qaydalar isə idmançının şəxsi çəkisi, eləcə də göstərdiyi nəticəyə bağlıdır və bu iki rəqəm bir-biri ilə tutuşdurulur və müəyyən bir müqayisələr aparılır, ümumi bir nəticə çıxarılır. Yenə də Günel Əlizadə yarış meydanına çıxır, 61 kiloqram sifariş verib və ikinci cəhdində də məqsədlə nail olur. Birinci cəhdində 58 kiloqram, indi isə nəticəni 3 kiloqram da yaxşılaşdırır. Lakin Günel Əlizadənin sifariş verdiyi çəki bir qədər yüngül olduğuna görə o yenə də yarış meydanına çıxmalı olur. 63 kiloqram. Amma bu çəkinin öhdəsindən gələ bilmədi və birdən qaldırma yarışlarını 61 kiloqramla başa vurdu. Elnarə Abbasova bu turnirdə mükafata əsas namizədlərdən biri sayılır. Azərbaycan çempionatında 65 kiloqram çəki ilə başlamışdı, lakin sonda gənclər arasında Azərbaycan rekordunu təzələdi. 70 kiloqram nəticə göstərdi, indi isə həmin nəticəni elə ilk yanaşmada göstərə bildi və 70 kiloqramı başı üzərinə qaldırdı. Yenidən Elnarə Abbasova meydana dəvət olunur. Bu dəfə ştanqın çəkisi bir qədər ağırdı, 74 kiloqram və belə demək olar ki, Elnarə Abbasova çox güman əsasən ikinci, üçüncü yerlər uğrunda mübarizə aparacaq. Çünki onun rəqibləri nisbətən ağır çəkilər sifariş veriblər. Elə Kseniya Vişnitskayanın birinci yanaşmada 81 kiloqram sifariş verdiyini bir daha xatırlatmaq olar. Elnarə Abbasova isə üçüncü yanaşmada hər halda 74 kiloqram nöqtəsindən gəlmək niyyətindədir və tələsmir. İdmançının özü təkrarən çəkiyə dəvət olunduğuna görə ona əlavə 1 dəqiqə də verilir. Adətən ştanqın çəkisi qurulandan sonra
hər bir atletə 1 dəqiqə vaxt verilir. Amma idmançı əgər təkrarən özü yenidən yarış meydanına dəvət olunursa, bu zaman daha 1 dəqiqə əlavə edilir və Elnarə Abbasova hər halda 74 kiloqramın öhdəsindən gəlir və indi ümumi hesabda o birinci yerdədir. Gülçin Əlizadənin yəqin ki, yarış meydanına nə qədər şövqlə, nə qədər ruh yüksəkliyi ilə çıxdığına diqqət yetirdiniz, amma tələsdi, açıq-aşkar görünür ki, tələsdi, bəlkə də öz gücünə, qüvvəsinə arxayın idi. 75 kiloqramın öhdəsindən gələ bilmədi və yenidən özü meydana dəvət olunur. Yenə də çəki eynidir, 75 kiloqram. Gülçin Əlizadə şəxsi çəkisi 54 kiloqram 800 qramdır. Kseniya Vişnitskaya, onun şəxsi çəkisi 61 kiloqram 800 qramdır. Başqa sözlə Kseniya Vişnitskaya Gülçin Əlizadədən 7 kiloqram çəkidə artıqdır və bu da əlbəttə Sinclair sistemi üzrə yarışlarda idmançıların göstərdiyi nəticələrə də əsaslı təsir göstərir. Yenə də Gülçin Əlizadə 78 kiloqram sifariş verir. Bu artıq birdən qaldırma turnirində sonuncu yanaşmadır. Bir qədər əvvəl idmançı 75 kiloqramın öhdəsindən gəlib. Gülçin Əlizadə Azərbaycan çempionatında yarışı 71 kiloqramla başa vurmuşdur. Yəni birdən ağırlıq qaldırma turnirini nəzərdə tuturan indi isə 78 kiloqram, birdən-birə 7 kiloqram idmançı nəticəni yaxşılaşdırdı. Bu isə Kseniya Vişnitskayadır. 81 kiloqram sifariş verib və qeyd edim ki, idmançı bu çəkinin öhdəsindən gəlsə, bəli, nəticə baxımından o Gülçin Əlizadəni qabaqlayacaq. Amma Sinclair sistemi üzrə qaydalara görə Gülçin Əlizadə birinci yerdə olacaq. Dediyim kimi, onun şəxsi çəkisi Kseniya Vişnitskayanın çəkisindən bir qədər azdır və bu da idmançıların göstərdiyi nəticələrə dediyim kimi təsir göstərir. 84 kiloqram yenə də Kseniya Vişnitskaya yarış meydanına dəvət olunur. Bu artıq idmançının ikinci cəhdidir. Onun hələ daha bir yanaşması qalır. Kseniya Vişnitskaya sonuncu Azərbaycan çempionatında ümumi hesabda 15 atlet arasında 7-ci yeri tutmuşdu və nəzərə almaq lazımdır ki, həmin yarışlarda çox təcrübəli idmançılar, Kristina Yobo, Yuliya Dirkaç, Anastasiya İbrahimli, Tatyana Varlamova, Silvia Angelova və başqaları iştirak edirdilər və həmin idmançılarla mübarizə aparmaq əlbəttə heç də asan deyildi. İndi isə Kseniya Vişnitskaya əsasən Gülçin Əlizadə ilə mübarizə aparır və hələlik birdən qaldırma turnirində o 81 kiloqram nəticə göstərib. Üçüncü yanaşmada nəhayət 84 kiloqramın öhdəsindən gəlir. Bununla belə qeyd etmək lazımdır ki, 6 kiloqram fərq yenə də kifayət deyil. Gülçin Əlizadə Sinclair sistemi üzrə birinci yerdədir. Kseniya Vişnitskaya ikinci pillədədir. Elnarə Abbasova isə üçüncü yeri tutur. İndi isə təkanla yarışlar başlanır və bu mübarizədə təkanla turnirdə Kseniya Vişnitskaya Gülçin Əlizadəni ötüb keçə biləcəkmi, yaxud da belə deyək, Qazax idmançısı Gülçin Əlizadə öz mövqelərini qoruyub saxlaya biləcəkmi? Bu çox böyük maraq doğuran sualdır. Ştangın çəkisi 45 kiloqramdır. Təkanla turnirdə idmançılar hələlik nisbətən yüngül çəkilər sifariş veriblər və mən yenə də sifariş vərəqinə diqqət yetirirəm. Burada Gülçin Əlizadə təkanla turnirə 98 kiloqramla başlamaq niyyətindədir. Kseniya Vişnitskaya isə 100 kiloqram sifariş verib və bu da o demək ki, əgər idmançılar bu çəkilərin öhdəsindən gələ bilsələr, o zaman Sinclair sistemi üzrə yenə də Gülçin Əlizadə birinci yerdə olacaq. Hər halda gəlin tələsməyək və təkanla yarışı izləyək.
İdmançılar hansı nəticələri göstərəcəklər? Tezliklə biləcəyik. İndi isə 50 kiloqram sifariş olunub. Səbinə Əzimova yarış meydanına dəvət olunur. Onun birinci yanaşmasıdır. Birdən qaldırma turnirində yarışı 42 kiloqramla başa vurub. İdmançıların bir qismi artıq həm birdən qaldırma, həm də təkanla yarışlarda başa vurublar. Ümumi nəticələr göstəriblər. Bunların arasında zirvə klubunun yetirmələri Şəfa Fərəcova, Gülbəniz Nəzərli, Aybəniz Nəzərli, habelə Fidan Hüseynzadə və başqalarına qeyd eləmək olar. Bu idmançılar əlbəttə Azərbaycan birinciliyində ilk növbədə yarış təcrübəsi toplamaq baxımından fərqləndilər. Nəticələrə gəlincə isə onlar doğrudur, mükafatçılar sırasından çıxa bilməsələr də bir qədər əvvəldə qeyd etdiyim kimi bu o qədər də vacib deyil. Ən başlıca məqam odur ki, artıq qızlar arasında da Respublikamızın seçmə komandasına layiqli namizədlər hazırlanmaqdadır. 55 kiloqram sifariş olunur. Səbinə Əzimova sonuncu cəhdinə dəvət olunur. Bir qədər əvvəl 50 kiloqram nöqtəsindən gələ bildi. Ümumi hesabda 92 kiloqram və bu da Sinclair sistemi üzrə 161,1 bal deməkdir. Belə bir göstərici ilə Səbinə Əzimova yarışlarda ilk 8-liyə daxil ola bilər. Budur, bu mükafatlar idmançılara təqdim olunacaq, lakin hələ yarış davam edir. Xumar Məmmədova 70 kiloqramın öhdəsindən gəlir. Birdən qaldırma turnirində 55 kiloqram və ümumi hesabda indi 125 kiloqram. Sinclair sistemi üzrə 141,6 bal. Və bu nəticə idmançıya öz əsas rəqiblərini ötüb keçməyə imkan verməyəcək. Çünki Xumar Məmmədovanın şəxsi çəkisi də rəqibləri ilə müqayisədə daha çoxdur. Sona Məmmədova yenidən yarış meydanına dəvət olunur. 70 kiloqram sifariş verib, onun birinci cəhdi uğursuz oldu. Sona Məmmədova birdən qaldırma turnirində 57 kiloqram nəticə göstərmişdi və indi ikinci cəhdində çətinliklə də olsa ştanqı başı üzərinə qaldıra bilir və bir müddət onu saxlamaq lazım idi. Ağır atletika yarışlarının qaydalarına görə idmançı ştanqı başı üzərində bir nöqtədə tarazlayır, bərkidir və referinin işarəsini gözləyir. Əgər idmançı referinin işarəsini gözləmədən ştanqı yerə atırsa, o zaman çəki sayılmır. Ona görə də bu qaydalara hökmən riayət eləmək lazımdır. Sona Məmmədovanın üçüncü cəhdi də uğursuz oldu. Bununla belə idmançı 127 kiloqram nəticə göstərdi və Sinclair sistemi üzrə 173,1 bal. Günel Əlizadə 75 kiloqram sifariş verir və bu çəkin öhdəsindən də bacarıqla gəlir. Hələlik ümumi hesabda 136 kiloqram, Sinclair sistemi üzrə 174,5 və bu nəticə Günel Əlizadəyə bəlkə də mükafatçılar sırasına çıxmağa da imkan versin. Lakin dediyim kimi hələ Elnarə Abbasova, Gülçin Əlizadə və Kseniya Vişnitskayanın təkanla turnirdə göstərəcəyi nəticələri gözləmək lazımdır. Xumar Məmmədova ikinci cəhdində 76 kiloqram öhdəsindən gələ bilmədi və yenidən Xumar Məmmədova yarış meydanına dəvət olunur. 80 kiloqram sifariş verir. İkinci cəhdində 76 kiloqramın öhdəsindən gələ bilməsə də hər halda 4 kiloqram da əlavə edir. Bəli, idmançının başqa yolu da yoxdur. Çünki ilk 5-liyə daxil olmaq üçün nisbətən yüksək nəticələr göstərmək lazımdır. Amma çətin ki, indi 80 kiloqramın öhdəsindən gəlsə belə, Xumar Məmmədova çətin ki,
ilk 5-liyə daxil olsun. Atletin özü də hiss edir ki, bu çəkiyə hazır deyil və ştanqı yerə atır. Beləliklə o ümumi hesabda 125 kiloqram nəticə göstərir. Günel Əlizadə ikinci cəhdinə dəvət olunur. Qazax idmançısı 80 kiloqram sifariş verib. Hərəkətin birinci hissəsini o qədər də çətinlik çəkmədən yerinə yetirdi, amma ikinci hissədə qolları ilə lazımınca təkan vermədi və buna görə də qolları dirsəkdən büküldü. Günel Əlizadə bununla belə yenə də yarış meydanına dəvət olunur. Yenə də 80 kiloqram ştanqın çəkisi dəyişməyib. Xatırladım ki, təkanla turnirdə idmançı birinci cəhdində 75 kiloqramın öhdəsindən gəlib, indi isə ikinci və üçüncü cəhdlərdə 80 kiloqramın öhdəsindən gəlməyə çalışır, amma uğursuzluğa məruz qalır və beləliklə o yarışı 136 kiloqramla başa vurur. Birdən qaldırmada 61, təkanla yarışda 75 kiloqram. Elnarə Abbasova, Qazax komandasının daha bir üzvü, təkanla turnirdə 90 kiloqramla yarışı davam etdirir. Ümumiyyətlə, bu idmançının mübarizliyi, çətinliklərdən qorxmaması, çəkinməməsi məşqçilərin də diqqətini cəlb edir və onlar da Elnarə Abbasovanın ilk növbədə əzmkarlıq xüsusiyyətlərini qeyd edirlər. Azərbaycan çempionatında idmançı 92 kiloqram nəticə göstərmişdi. Amma indi ikinci cəhdində 98 kiloqram sifariş verir, amma Elnarə Abbasova bir qədər gözləməlidir. Çünki ondan əvvəl Gülçin Əlizadə hələ təkanla turnirin startında 98 kiloqram sifariş vermişdi və indi Qazax idmançısı bu çəkinin öhdəsindən çətinliklə də olsa gəlir. Qayda pozuntusu yoxdur. İdmançının dirsəkləri bükülməyib və doğrudur, bir qədər büdrəsə də bu qayda pozuntusu deyildi və Gülçin Əlizadə indi ümumi hesabda 176 kiloqramla birinci yerə çıxır. Elnarə Abbasova ikinci cəhdində 98 kiloqram sifariş verib və əgər bu çəkinin öhdəsindən gələ bilsə, o ümumi hesabda Sinclair sistemi üzrə 230,4 xalla Gülçin Əlizadədən bir qədər geri qalacaq və ikinci yerə çıxacaq. Lakin Kseniya Vişnitskayanı gözləmək lazımdır. Elnarə Abbasova isə ikinci cəhdində öz şəxsi nəticəsini bir qədər də yaxşılaşdırır. 98 kiloqram. Və indi Vişnitskaya yarış meydanına dəvət olunur. Azal klubunun yetirməsi təkanla turnirə 100 kiloqramla başlamaq niyyətindədir. Və idmançılar adətən hər hansı bir cəhddə göstərilən nəticədən sonra növbəti cəhdlərdə, növbəti yanaşmalarda artıq hansı çəkinin öhdəsindən gələ biləcəklərini və yaxud gələ bilməyəcəklərini də müəyyənləşdirirlər və indi əgər Kseniya Vişnitskaya 100 kiloqramı başı üzərinə qaldıra bilsə, yəqin ki, növbəti cəhdlərində ən azı 104-105 kiloqram sifariş verməli olacaq. Vişnitskaya birinci yanaşmanı uğurla başa vurur. Elnarə Abbasova isə yenə də yarış meydanına dəvət olunur. Bu idmançının artıq sonuncu cəhdidir. 101 kiloqram sifariş verib. Artıq Vişnitskaya və Gülçin Əlizadə birinci, ikinci yerləri təmin ediblər. Sadəcə olaraq konkret nəticələri gözləmək lazımdır. Elnarə Abbasova isə bürünc mükafat qazanacaq. Hətta 101 kiloqramın öhdəsindən gəlsə belə. Amma təbii ki, hər bir idmançı medal qazanmaqla yanaşı, eyni zamanda öz şəxsi nəticələrini də, göstəricilərini də yaxşılaşdırmaq niyyətindədir və inkişaf da belə yaranır. İdmançıların da hazırlıq səviyyəsi bu yolla artır. İndi Elnarə Abbasova üçüncü cəhdində uğursuzluğa məruz qalsa da hiss olunur ki, növbəti yarışlarda bu çəkin öhdəsindən layiqincə gələ biləcək. Gülçin Əlizadə 102 kiloqram sifariş verib.
Ağır Atletika Akademiyasında keçirilən yarışlarda o təkanla turniri 90 kiloqramla başa vurmuşdu. İndi isə özünüz müqayisə edin. Artıq 98 kiloqramlıq nəticə göstərilib. İndi 3-cü yanaşmada Gülçin Əlizadə 102 kiloqramın da öhdəsindən gəlməyə çalışır. İkinci yanaşma uğursuz oldu. Bununla belə Gülçin Əlizadə geri çəkilmək niyyətində deyil. İdmançı ümumi hesabda 176 kiloqramlıq nəticə göstərib və Sinclair sistemi üzrə 258,6 xal və bu da hələlik birinci yer deməkdir. Kseniya Vişnitskaya isə 253,9 xalla ikinci yerdədir. Gülçin Əlizadə öz çıxışlarını başa vurur və nəticələr dəyişmir. Ümumi hesabda 176 kiloqram və birinci yer. Kseniya Vişnitskaya indi ikinci və üçüncü cəhdlərində ən azı 7-8 kiloqram əlavə etməlidir ki, Gülçin Əlizadəni ötüb keçə bilsin. İndi ikinci cəhdində 104 kiloqram sifariş verir. Hər ehtimalla qarşı, əlbəttə, Kseniya Vişnitskaya tədricən yəqin ki, nəticələri yaxşılaşdırmaq fikrindədir. Bəzi idmançılar birdən-birə 10-12 kiloqram əlavə sifariş verirlər, amma uğursuzluğa məruz qalırlar. İndi isə Kseniya Vişnitskaya 104 kiloqram öhdəsindən gələ bilmədi. Yenə də üçüncü cəhdində eyni şəkil ilə mübarizə aparmaq niyyətindədir və bu da o deməkdir ki, idmançı əgər 104 kiloqramın öhdəsindən gələ bilsə, o zaman Gülçin Əlizadəyə bəlkə də çata bilər. Burada mürəkkəb bir hesablama sistemi var, dediyim kimi Sinclair sistemi üzrə. Yarışın qalibləri tamamilə başqa üsulla müəyyənləşdirilir. Kseniya Vişnitskaya mübarizə aparır, ştangı başı üzərinə qaldırdı, amma münsiflər heyətin üzvləri bildirirlər ki, çəki hesaba alınmır. Xeyir hesaba alınır, bəli. Referilər və münsiflər heyətin üzvləri bildirirlər ki, 104 kiloqram. Ümumi hesabda 188 kiloqram və Kseniya Vişnitskaya yarışı ikinci yerdə başa vurur. Bürünc mükafatı isə Elnarə Abbasova qəbul edir. Ümumi hesabda 230,4 xal və Gülçin Əlizadə fəxri kürsünün ən yüksək pilləsinə dəvət olunur. Ümumi hesabda 176 kiloqram, Sinclair sistemi üzrə 258,6 bal və birinci yer Azərbaycan birinciliyinin qızıl medalı. Qazax idmançısı zirvə klubunun yitirməsi Sona Məmmədovaya təqdim olunur. Turnirin baş hakimi Hafiz Süleymanov mükafatları təqdim edir. Biz isə reportajımızda daha bir beynəlxalq dərəcəli hakim Azad Mustafayevin müsahibəsini təqdim edirik. Əvvəlki Azərbaycan birincilikləri ilə indiki turniri necə müqayisə eləmək olar? Əsas hansı fərqli cəhətləri göstərmək olar? Mən sizə deyərdim ki, təxminən 2 il, 3 il bundan əvvəlki Azərbaycan birincilikləri ilə müqayisə etsək, əvvəla idmançıların fiziki hazırlıq səviyyələri daha yüksəkdir. Əvvəlki çempionatlara nisbətən coğrafi əhatə biraz genişlənib və eyni zamanda da idmançıların sayı artıb. Yəni, əsas vurğunu buna yönətmək olar, amma eyni zamanda da yığma komandada təmsil olma coğrafiyası tamamilə dəyişib. Hal-hazırda Respublika yığma komandasında elə bir rayondan, elə bir kənddən idmançı var ki, təxminən 3 il bundan qabaq heç kimin ağlına gəlməzdi ki, həmin kənddən yığma komandada belə bir idmançı ola bilər. Biz çalışırıq ki, coğrafiyanı daha da genişləndirək. Biz zirvə idman klubu olaraq ölkənin bəzi rayonlarında yeni şöbələr açırıq, yeni məşqçilər təyin edirik. Əvvəllər ənənələri 20 il, 30 il bundan qabaq ənənələri olan bölgələrdə, rayonlarda, şəhərlərdə biz bunları bərpa etmək istəyirik və məqsədimizə az-az da olsa irəliləyirik, nail oluruq. Bəzi mütəxəssislər və bəzi idmançılarımızın özləri də bu yarışı az qala Avropa, dünya birincilikləri ilə müqayisə edirdilər. Yəni, burada bir mübaliğə varmı? Mən sizə deyərdim ki, idman nəticələrindən baxsaq, bu nəticələr elə Avropa birinciliyinin
demək olar ki, nəticələri ilə eyni gedir və özünüz də şahid oldunuz ki, mübarizə çox ciddi mübarizə gedirdi. Bəzi çəki dərəcələrində hətta birinci, ikinci, üçüncü yer uğrunda mübarizə elə bir yüksək səviyyədə gedirdi ki, bunu doğrudan da Avropa birinciliyinə müqayisə eləmək olardı. Şəraiti isə siz özünüz də görürsünüz ki, Zirvə İdman Klubunun şəraiti bunu deməyə imkan verir ki, bizim şəraitimiz, yarış şəraiti, yarışın keçirilmə şəraiti bəzi Avropa çempionatlarının hətta yarışı keçirilmə şəraitindən daha üstündür. Və kifayət qədər də idmançılar yaxşı nəticələr göstərirlər. Belə nəticələrlə yeniyetmələrin ikinci Olimpiya oyunlarında mükafata ümid bəsləmək olarmı? O cümlədən Avropa və dünya birinciliklərində. Mən sizə deyərdim ki, yarışlarda bir dəstə şəklində çıxış edən bizim qızlar daha çox şanslıdırlar və daha yaxşı təsir bağışladılar. Hal-hazırda bu dəqiqə, bu günlərdə gedən Asiya oyunlarının nəticələri ilə biz mütəmadi maraqlanırıq, tanış oluruq və onlara baxaraq biz təxminən deyə bilərik ki, Avropa, daha doğrusu yeniyetmələrin olimpiyadasında bizim qızların medal qazanma şansı var. Və arzu eləyək ki, Allah Taala elə eləsin ki, bizim o arzumuz Çin olsun, gerçək olsun. Yarışlar davam edir. İndi isə 15 yaşa qədər idmançılar arasında 50 kiloqram çəki dərəcəsində mübarizə başlanmalıdır. Hələlik idmançılar təqdim olunurlar. Birinci yanaşma Rafael İsayev 55 kiloqram çəki sifariş verib. Bu idmançı Qobustan rayonunun nümayəndəsidir. O da Zirvə klubunun yetirməsidir. Ümumiyyətlə 50 kiloqram çəki dərəcəsində 8 idmançı çıxış edir və bunların 6-sı Zirvə klubunun nümayəndəsidir. Daha bir atlet Mail Şükürov Azal komandasındandır və İsmail Əliyev Qazax rayonunun nümayəndəsidir. Uşaq Gənclər İdman Məktəbinin şagirdidir. Qeyd edim ki, yarışların birinci günündə mübarizəyə məhz 50 kiloqram çəki dərəcəsində turnirlə yekun vurulur və indi biz bu yarışdan ayrı-ayrı məqamları da sizə təqdim edirik. Azərbaycan birinciliyi ümumən 3 gün ərzində davam etdi və qarşıdakı 2 gün ərzində də biz digər çəki dərəcələrində yarışlar haqqında söhbət açacağıq. İştirakçılar arasında Kənan Xəlilov, Ümid Məlikzadə, Mail Şükürovun, eləcə də İsmail Baxşovun qalib gəlmək imkanları daha yüksək qiymətləndirilir. İndi İsmail Baxışov ikinci cəhdinə dəvət olunur. Bu idmançı Qobustan rayonunun nümayəndəsidir. Qeyd edim ki, yarışlarda Qobustanın 2 atleti qələbə uğrunda mübarizə aparır. Onlardan biri İsmail Baxışovdur və isə onun komanda yoldaşı Rafael İsayevdir. İsmail Baxışov növbəti 3-cü yanaşmasında 60 kiloqram sifariş verir. İndi isə 58 kiloqram çəki sifariş edilir və idmançılar məhz bu çəki uğrunda mübarizə aparırlar. Bəli, indi artıq ikinci cəhdində Ümid Məlikzadə 60 kiloqramın öhdəsindən gəlməyə çalışacaq. Birinci yanaşmada o 57 kiloqramı başı üzərinə qaldıra bilmişdi. Qeyd edim ki, bu idmançı Abşeron rayonunun nümayəndəsidir. Zirvə klubunun yetirməsi sayılır. O da turnirdə qələbəyə, ən azı mükafatlara əsas namizədlərdən biri hesab olunur. Ümid Məlikzadə ikinci cəhdində 60 kiloqramın öhdəsindən gələ bilir və sonuncu cəhdində 62 kiloqram sifariş verir. Meydana isə İsmail Baxışov dəvət olunur. Qobustan idmançısının 3-cü, sonuncu cəhdidir, 60 kiloqram sifariş verib.
Ümumiyyətlə, idmançıların çıxışlarına yəqin diqqət yetirirsiniz və bəzi nəticələr yəqin ki, o qədər də ciddi qəbul olunmur, amma bununla belə qeyd eləmək lazımdır ki, mütəxəssislər də bunu etiraf edirlər. İndiki yeniyetmə və gənclər təkcə Azərbaycan birinciliyində deyil, beynəlxalq miqyaslı yarışlarda da olduqca yüksək nəticələr göstərirlər və vaxtı ilə təxminən 15-20 il bundan əvvəl 62 kilogram 3-cü yarış. Azərbaycanın ağır atletika mütəxəssisləri öz yaşlarına uyğun olan nəticələri indiki kimi göstərə bilmirdilər. Yəni, o vaxt göstərilən nəticələr indi xeyli yaxşılaşdırılır və öz yaşlarına xas olmayan bir nəticələr əlbəttə idmançıların da artıq yüksək hazırlıq səviyyəsini göstərir. Məsələn, müqayisə edim ki, vaxtı ilə 20 il bundan əvvəl 15 yaşlı yeniyetmə yaxud gənc birdən ağırlıq qaldırma turnirində mən 50 kilogram nəticə çəki dərəcəsini nəzərdə tuturam. Ta ki 50-55 kilogram nəticə göstərildisə, indi artıq idmançılar 65, hətta 70-75 kilogram sifariş verirlər və çox zaman da bu çəkinin öhdəsindən gələ bilirlər. Elə müqayisə üçün deyim ki, turnirdə qələbəyə əsas namizədlərdən biri sayılan Neftçalı Kənan Xəlilov ilk yanaşmada 70 kilogram sifariş verir və bir müddət hələ gözləməlidir. Amma nəzərə alır ki, bu artıq çox böyük inkişaf deməkdir və mütəxəssislər, məşqçilər də əlbəttə bununla bağlı öz razılıqlarını bildirirlər. Bundan əlavə, yeniyetmələrimizin, gənclərimizin belə bir yüksək nəticələr göstərməsini onlar ilk növbədə yaradılan şəraitlə bağlıdır. Azərbaycanda idmanın bütün növlərinin, o cümlədən ağır atletikanın inkişafı üçün çox gözəl şərait yaradılıb. Belə təkcə bu demək kifayətdir ki, ölkəmizdə 40 olimpiya kompleksi fəaliyyət göstərir və bunların nəzdində də ağır atletika bölmələri yaradılır. Bundan əlavə, artıq ağır atletikanın özünün də ayrı-ayrı kompleksləri, bölmələri fəaliyyətə başlayır. Bu da ən mühüm məqamlardan biridir. Yəni, sırf ağır atletika bölməsində idmançılar bu idman növünün sirlərinə yiyələnirlər və əlbəttə bu da ən mühüm şərtlərdən biridir. Kənan Xəlilov vaxtı ilə Azərbaycan birinciliyində 75 kilogram nəticə göstərmişdi. Yəni, yarışı həmin nəticə ilə başa vurmuşdu. İndi isə 3-cü yanaşmada artıq 78 kilogram sifariş verib və cəmi 5-6 ay ərzində gördüyünüz kimi 3 kilogram da əlavə edir. İndi bu çəkinin öhdəsindən də bacarıqla gəlib. Beləliklə, Kənan Xəlilov birdən qaldırma yarışlarında birinci yerə çıxır 78 kilogram və indi onun məşqçisi, eləcə də idmançının özü də istisna şəklində 4-cü cəhdə icazə istəyir. Doğrudur, bu rəsmən protokola yazılmayacaq. Sadəcə olaraq idmançı öz gücünü, öz qüvvəsini, hazırlıq səviyyəsini yoxlamaq niyyətindədir və yarışlarda çox zaman belə hallar olur. Bu cür cəhdlərə icazə verilir və Kənan Xəlilov 80 kiloqramın da öhdəsindən gəlir. Yəni ki, əgər bilsəydi, elə 3-cü yanaşmada 80 kiloqram sifariş verib, protokola da bu nəticəni qeyd etdirə bilərdi. Amma fərqi yoxdur, elə 78 kiloqramın özü də idmançının birinci yerdə olmasını təmin edir. Birdən qaldırma yarışlarında hərəlik Mail Şükürov ikinci yerdədir. Ümid Məlikzadə və Mail Şükürov. Onlar ikinci, üçüncü yerləri bölüşdürürlər. Müvafiq olaraq 62 və 61 kiloqram. İsmail Baxşov isə 4-cü yeri tutur, 60 kiloqram. İndi təkanla yarışlarda göstərilən nəticələr də əlavə olunacaq və ümumi nəticələr çıxarılacaq. Hələlik Kənan Xəlilov Azərbaycan birinciliyində qızıl medala əsas namizəd olduğunu bir daha
təsdiqlədi. O, hələ ötən il zirvə klubunun çempionatında da birinci yeri tutmuşdu. Ümumi hesabda 155 kilogram. İndi isə idmançı, mən diqqət yetirirəm, protokolda 90 kilogram sifariş verib, təkanla yarışlara bu şəkil ilə başlamaq niyyətindədir və bu da ümumi hesabda 168 kilogram. İndi isə gəlin müqayisə edək. Təxminən 5-6 ay əvvəl 155 kilogram və qısa bir müddətdən sonra idmançı 168 kilogram nəticə göstərmək niyyətindədir. Yəqin ki, buna da nail olacaq və bütün bu fərq, bütün bu rəqəmlər də yeniyetmə və gənclərimiz arasında perspektivli, ümid verən atletlərin tədricən üzə çıxdığını büruzə verir. Və qeyd edim ki, Azərbaycan birinciliyində, eləcə də Respublika çempionatında göstərilən nəticələr təkcə ölkəmizdə deyil, ümumiyyətlə bütün beynəlxalq miqyasda çox böyük maraq doğurur. Bu nəticələr internet şəbəkələrinə yerləşdirilən kimi dərhal onların müzakirəsi başlanır. Xarici ölkələrin atletləri, komandaları artıq Azərbaycan idmançılarının hazırlıq səviyyəsi barədə müəyyən məlumat əldə edirlər və dərhal özlərini də müqayisə eləməyə başlayırlar. Yəni, onların əsas rəqibləri kim ola bilər, kimə qarşı mübarizə aparmaq lazım gələcək və indidən artıq onları belə bir qayğının da əhatə etdiyini söyləmək olar. Bəli, Azərbaycanın ağır atletika ustaları, yeniyetmə gənclərimiz də o cümlədə indi beynəlxalq miqyasda artıq tədricən daha çox tanınmağa başlayırlar. Təkanla yarışlar isə davam edir. 50 kilogram çəki dərəcəsində indi növbəti çəki sifarişi olunur. Ümid Məlikzadə 73 kilogram sifariş verib. Birinci yanaşma. Qeyd edim ki, birdən qaldırma turnirində Ümid Məlikzadə və Mail Şükürov hələlik ikinci, üçüncü yerdədirlər. Ümid Məlikzadə 62 kilogram nəticə göstərib və indi 73 kilogram nöqtəsindən gəlməyə çalışır. Və məqsəd nədən nail olur? Belə bir təsəvvür yaranır ki, idmançı ən azı 75-76 kilogramın nöqtəsindən gələ bilər. Lakin hələ gözləmək lazımdır. 75 kilogram sifariş verilib. Mail Şükürov Azal klubunun yetirməsi yarış meydanına çıxır. Ümid Məlikzadə isə 77 kilogram sifariş verib. Mail Şükürov təkanla yarışa inamla başladı və 75 kilogram nöqtəsindən gəlir. Ümumi hesabda idmançı 136 kilogram nəticə göstərir və qeyd edim ki, bu Ümid Məlikzadənin göstərdiyi nəticədən 1 kilogram yaxşıdır. Yenidən Mail Şükürov ikinci yerə çıxır. Ümid Məlikzadə isə üçüncü pilləyə enməli olur. Doğrudur, burada Kənan Xəlilovun birinci pillədə olmasını şərti qəbul etmək lazımdır. Çünki idmançı təkanla yarışa çıxmıyor. Bununla belə onun 90 kilogram nöqtəsindən gələ biləcəkdə yəqin ki, heç kim şübhə etmir. Yenidən Ümid Məlikzadə yarış meydanına çıxır. Abşeron komandasının üzvü zirvə klubunun yetirməsi 77 kilogram sifariş verib. Yəqin ki, daşların rənginə görə idman həvəskarları, tamaşaçılarımız da bunu ayır edə bilərlər. Ştanqın oxu 20 kiloqramdır. Qırmızı böyük daşlar hər biri 25 kiloqram. Yaşıl kiçik daşlar 1 kiloqram və ştanqın açarı 2 kiloqram yarım, bütövlükdə isə 5 kiloqram. Bütün bunlar ümumi hesabda 77 kiloqram və Ümid Məlikzadə bu çəki nöqtəsindən gələ bilməli. Mail Şükürov səhnəyə dəvət olunur. 78 kiloqram sifariş verir və əgər bu nəticə nöqtəsindən gələ bilsə, Mail Şükürov 139 kiloqramla ikinci yerdə möhkəmlənəcək. O zaman Ümid Məlikzadə artıq sonuncu cəhdində 77 deyil, 82 kiloqram sifariş vermək olacaq. Gəlin hələlik biz Mail Şükürova diqqət yetirək və doğrudur, müəyyən çətinlik çəksə də hər halda 78 kiloqram nöqtəsindən gəlir və ümumi hesabda 139 kiloqram
Azal klubunun yetirməsi öz mövqeyini bir qədər də möhkəmlədir. Və Ümid Məlikzadə 78 kiloqram sifariş verir. Əgər bu çəkin öhdəsindən gəlsə belə o zaman Mail Şükürova bəli çata bilər. Amma idmançı təkanla yarışı 73 kiloqramla başa vurdu və ümumi hesabda 135 kiloqram. Beləliklə Ümid Məlikzadə və Mail Şükürov ümumi hesabda mükafatları təmin etdilər, lakin hansı mükafatları? Gümüş yaxud bürünc? Konkret olaraq bunu biz Kənan Xəlilovun elə ilk cəhdindən sonra biləcəyik. Mail Şükürov isə 80 kiloqramın öhdəsindən gələ bilmədi və təkanla turniri 78 kiloqramla başa vurdu. Ümumi hesabda 139 kiloqram, Ümid Məlikzadə 135 kiloqram, indi isə Kənan Xəlilova gəlin diqqət etir, birdən qaldırmada 78 kiloqram və əgər indi 90 kiloqramın öhdəsindən gəlsə, o zaman 50 kiloqram çəki dərəcəsində bütün sualların cavabı alınacaq. Birinci, ikinci, üçüncü yerləri kim tutacaq? Kənan Xəlilov 90 kiloqramın öhdəsindən doğrudur, çətinliklə də olsa gələ bilir və birinci yeri tutur. Xatırladım ki, idmançı zirvə klubunun çempionatında təkanla yarışı 80 kiloqramla başa vurmuşdu. Amma indi elə ilk cəhdində 90 kiloqramın öhdəsindən gəldi. İkinci yanaşma 95 kiloqram Kənan Xəlilov. Tamaşaçılara təzim edir. Əlbəttə, bu da idmançıda müəyyən davranış qaydalarının yüksək səviyyədə olduğunu göstərir. Eyni zamanda tamaşaçılar arasında da bu atletə qarşı bir rəğbət hissi yaradır. Yəni ki, bu əmlədə diqqət yetirmək lazımdır. Və qeyd edim ki, tamaşaçılar doğrudur. Yarış zamanı idmançıları yalnız cəhd qutarandan sonra alqışlaya bilərlər. Bununla belə hər bir cəhd zamanı, hər bir yanaşma zamanı idmançı ilə tamaşaçılar arasında gözə görünməz bir ünsiyyət də yaranır və rəğbət hissi dedikdə mən məhz bu məqamı nəzərdə tuturdum. Kənan Xəlilov 3-cü cəhdinə dəvət olunur. Yenə də 95 kiloqram hiss olunur ki, idmançı artıq qələbəni təmin etdiyindən müəyyən qədər arxayınlıq hissləri də yaranır və buna görə də 3-cü cəhdin öhdəsindən gələ bilmədi, ayağı büdrədi və lazımınca təkan verə bilmədi. Beləliklə, ümumi hesabda 168 kiloqram hər halda Kənan Xəlilov qələbəni qazandı. Bu isə turnirin bürünc mükafatçısıdır. Ümid Məlikzadə, Abşeron idmançısı, zirvə klubunun yetirməsi, birdən qaldırmada 62, təkanla yarışda 73, ümumi hesabda 135 kiloqram. Gümüş mükafatı isə Azal klubunun üzvü Mail Şükürova təqdim olunur. Müvafiq olaraq 61 və 78 kiloqram, ümumi hesabda 139 kiloqram və nəhayət turnirin qalibi Azərbaycan birinciliyinin qızıl mükafatçısı Kənan Xəlilov, Neftçala idmançısı. Birdən qaldırmada 78, təkanla yarışda 90 kiloqram, ümumi hesabda 168 kiloqram. İdmançılara diplom, medal və kuboklar təqdim olunur. Beynəlxalq dərəcəli hakim Qadir Qurbayev qızıl medalı Kənan Xəlilova təqdim edir. Qalibləri təbrik edir və yeni nailiyyətlər arzulayır. Bu arzularla reportajımızı sona çatdırırıq. Reportajı Fikrət Adgözəlli aparırdı. Sağ olun, gələn görüşlərə dək.